İsimlər mənsubu tüyü dəyişərkən bəzən fərqli bitişdiricidən istifadə olunur. Yəni, digər saatlə bitən sözlərdə mənsubə şəkilçisi qoşularkən, əgər digərlərində s-dırsa, s üstü 4. Bitişdirici burada s-dır. Məsələn, anası. Burada bitişdiricim s-dır. Amma bəzən mənsubə şəkilçisi qoşulan sözlərdə s yox, y bitişdiricisindən istifadə olunur. Hansı sözlərdir ki, həmin sözə mənsubə şəkilçisi qoşularkən y bitişdiricisindən istifadə olunur? Birinci sözümüz su, su, daha sonra nə sözü, su, şəkilçini qoşanda suyu olur. Suyu. Nə, mənşə, mənbə, tale, mənafi. Bu sözlərdə bitişdirici samit y samit olaraq qoşulur.